Birinci növbədə kameramızı enerji mənbəyinə qoşuruq. Ya adapterə, ya da powerbanka. Daha sonra Ocam Pro proqramını telefonumuza yükləyirik. Daha sonra razılaşmanı təsdiqləyirik. Qeydiyyat olmaq üçün registr new bölməsinə daxil oluruq və bura öz aktiv olan elektron postumuzu yazırıq. Aşağıdakı razılaşma düyməsini basdıqdan sonra növbəti düyməsini basırıq. Daha sonra elektron postumuza daxil oluruq. Ora gələn 4 rəqəmli şifrəni proqramda göstərilən bu yerə yazırıq. Daha sonra bu bölmədə yadımızda qalacaq hərf və rəqəmlərdən ibarət olan şifrə təyin edirik. Şifrəni təyin etdikdən sonra təsdiqləyirik və artıq hesabımız hazırdır. Hesaba daxil oluruq və burada gələn bütün icazələri təsdiqləyirik. Daha sonra kameranı proqrama əlavə etmək üçün plus düyməsini basırıq. Bura gələn icazə sorğusunu da təsdiqləyirik və kameranın üzərində olan QR kodu telefona oxudub növbəti düyməsini basırıq. Qeyd edək ki, bu kamera 5G-ni dəstəkləmədiyi üçün telefonumuzu 5G-dən ayırıb adi Wi-Fi, yəni 2.4G Wi-Fi ilə qoşuruq. Daha sonra Wi-Fi-nin şifrəsini bura daxil edirik. Növbəti düyməsinə və bağlantı düyməsinə basırıq. Telefonun ekranda çıxan QR kodu 15-20 sm uzaqlıqda kameraya oxuduruq. Daha sonra burada hər hansı bir seçim edib təsdiqləyib növbəti düyməsini basırıq. Bütün gələn sorğuları təsdiqlədikdən sonra gördüyünüz kimi artıq kameramız proqrama qoşuldu. Daha sonra proqram vasitəsilə kameranı idarə edə bilərsiniz.